Hər gün qəbul imtahanına düşmüş 5 sual izah edirəm. 4-cü günün 3-cü sualına sizlərlə bir yerdə baxaq. Şərtdə deyilir ki, cismi sürətinin modulunun zamandan asılı qrafiki verilmişdir. Əvəzləyici qüvvənin işi üçün hansı ifadələr doğrudur? Əvəzləyici qüvvənin işinin müsbət, mənfi və yaxud da 0 olmağını müəyyən etmək üçün ilk öncə hərəkətin növünü bilməliyik. Baxın, gördüyünüz kimi birinci hissədə qrafik zaman oxuna, t oxuna yaxınlaşır. Deməli, hərəkət burada bərabər yavaşlayan hərəkətdir. Birinci hissəyə uyğun oldu, bərabər yavaşlayan. İkinci hissədə isə gördüyümüz kimi sürət sabitdir. Sürət sabitdirsə, deməli artıq bu bərabər sürətli hərəkət olacaq. Üçüncü hissədə isə qrafik zaman oxundan uzaqlaşır. Deməli artıq burada hərəkət bərabər yeyinləşən hərəkətdir. Bərabər yavaşlayan hərəkətdə, yəni birinci hissədə əvəzləyici qüvvənin gördüyü iş biz bilirik ki, mənfi olur. Deməli, 1-ə uyğundur işin mənfi olmağı. Hansı ki, baxaq, birinci hissədə iş mənfidir, 3də doğru verilmişdir. İkincidə bərabər sürətli hərəkətdə biz bilirik ki, sürət sabitdir. Bu zaman sürət sabit olduqda təcil və əvəzləyici qüvvə 0-dır. Əvəzləyici qüvvə əgər 0-dırsa, deməli onda əvəzləyici qüvvənin gördüyü iş də burada 0 olacaq. Yəni, burada artıq ikinci hissədə görülən iş 0-a bərabərdir. Yəni, 2də doğrudur. 3də isə hərəkət bərabər yeyinləşən hərəkət olduğundan artıq burada əvəzləyici qüvvənin gördüyü iş müsbətdir. Üçüncü hissədə iş müsbətdir. 4də doğrudur.